Mənim şəxsi baxışlarıma görə Azərbaycan konstitusiyasında ciddi bir dəyişikliyə ehtiyac var. Gələ biz ortaq məxrəcə gələk ki, ya Baş Nazir İnstitutu, Nazirlər Kabineti ləğv edilir. Çünki Prezident üsulu idarəsində buna ehtiyac qalmır. Çünki Prezident özü keçirdir də, Nazirlər Kabinetinin iclasını, tapşırıqlar verir, dinləyir, danlayır, özü keçirdir bunların hamısını. Bunu etməliyik ki, mən bunun tərəfdarı deyiləm. Və ya Prezident dövlət başçısı olur, bütün yüksək səlahiyyətlərlə də, xarici siyasət, ordu, hər şey, bütün bu təhlükəsizliklə ordu quruculuğu və hökumətə nəzarət prinsipləri ilə bir dövlət başçısı institutu yaradılır. Parlamentdən çıxan hökumət isə sosial-iqtisadi məsələlərin məsuliyyətini daşıyır. Parlament olur proporsional seçki. Proporsional seçkidə udan partiya hökumət qurur və yaxud da koalisiyalar qurulur. Və o koalisiya parlament və prezident qarşısında məsuliyyətli olur. Prezident istədiyi an hökumətin sosial-iqtisadi vəzifələri ilə bağlı işlərini bəyənməyib, tənqid edib onu istefaya da göndərə bilir və yeni hökumətin formalaşması üçün parlamentə müraciət eləyir, necə deyərlər. Yəni, bütün bu sistemi mən belə görürəm. Yaxşı, bəs o anons nə idi? Yəni, o anons deyir, o şeytan detallarda gizlənir. Amma bir çox detallar da, mən demirəm, siz hər şeyi bilirsiniz bu proseslər. Amma təxminləriniz mənim üçün maraqlı. Çünki Azərbaycanda rəyinə, fikrinə və ağlına güvəndiyimiz az saylı insanlardan birisiniz. Yəni, o anons varsa, ortada ki, növbəti yazıda da biz bunu edə bilərik. Bu artıq nəyəsə baş naziri həm də ya düşünməyəmi, ya hansı adımı atmağa mı çağıran bir cümlə idi. Bunu sadəcə bir yazı klassikası mı hesab edirsiniz, yoxsa... Bu, üslub olaraq çox yayılmış bir üslubdur. Ramiz Mehdiyev məsələsində də biz bunu gördük. Başqa məsələlərdə də gördük. Ramiz Mehdiyev mövzuları. Amma burada yada salındı biraz. Bu yazıda biraz yada salındı yenidən o proses. Yəni, bu üslubda ola bilər. Bu, qarşı tərəfin hərəkətə keçməsi üçün trigger rolunu da oynaya bilər. Get gör nə inirsən, nə var, nə yox, niyə belədir, nə baş verir. Bizə də maraqlıdır. Yəni, bu durumu bilmirəm, açığı doğrudan deyirəm, bilmirəm. Çox gözəl ölkədir, burada yaşamasan ideal ölkədir. Yəni, bu nöqteyi nəzərdən bilmirəm açığı. Amma yenə təkrar edirəm, mənim üçün şəxslərin o qədər də önəmi yoxdur. Doğrudan önəmi yoxdur. Mən bunu deyəndə bəzilər insanlar bunu doğru anlamır. Doğrudan önəmi, mən institutların necə çalışmasının dərdindəyəm. Azərbaycanda baş nazir olacaqsa, ki, mən bunun tərəfdarıyam, parlamentdən çıxan, parlament tərəfindən dənətlənən, parlamentə hesabatlı olan və sosial-iqtisadi məsələlərə məsuliyyəti və səlahiyyəti olan bir institut olmalıdır. İndi məsuliyyəti var. Daha doğrusu səlahiyyəti var, məsuliyyəti yoxdur. Heç bir məsuliyyət daşımır. Yaxşı, Azərbaycanda ümumdaxili məhsul keçən ildə az artıb, bu il birinci rübündə də 0,3% azalıb, hətta keçən il 1% idi də cəmi, biabır 1,4% idi sonda, amma 9 aydır artmırdı demək olar ki, keçən il. Onda Nazirlər Kabineti gəlməlidir, parlamentə deməlidir ki, qardaş, biz bacarmırıq, üzr istəyirik sizdən, alınmır. Bəlkə bizdən yaxşı bacaranlar var, biz istefaya gedirik. Ya bu səlahiyyət və məsuliyyət belə olur da. Mənim çox xoşuma gələn, belə deyim də, yumorlu yanaşmalardan biri oldu ki, sosial şəbəkələrdə dedilər ki, bu quru sərhədlərin bağlanmasının ahı tutdu. Yəni, neçə illərdir quru sərhədləri Nazirlər Kabinetinin adı ilə bağlayırlar da ki, o bağlayır. Yəni, bu nöqteyi nəzərdən yanaşmaq da olur. Amma yenə təkrarım, mən şəxslərdən heç bir problemim yoxdur. Bəlkə də çox gözəl ailə başçısıdır Əl-müəllim, çox gözəl insandır, dostdur, qardaşdır, fərqi yoxdur mənim üçün. Kim olur olsun. Mənim üçün Baş Nazir İnstitutunun Azərbaycanda problemləri həll edən bir mərkəz olmalıdır. İndi problemləri həll edən bir mərkəz deyil. Bax, bu olsa, institutlar... Bunda Əli-müəllimin heç bir günahı yoxdur. Ola bilər var. Günahı o mənada var ki, heç olmasa, məsələn, bizim çıxışımız yoxdursa, gedib prezidentə bir məruzə də eləyə bilərdi, deyə də bilərdi, hansı problemlər var, deyə bilərdi ki, hansı istiqamətdə getməyi, nə məsləhət görürsünüz, biz eləyək. Bunu da görmürük. Xatırlayın, bundan öncəki çox qısa müddətdən baş nazir işləyən Novruz Əhmədov idi. Məmmədov, deyəsən. Onun ən çox yadda qalan bir fərmanı olmuşdu. Sonra meşədən yığılan gilə meyvələrə rüsum tətbiqi ilə bağlı. Bir də o ilə yadda qaldı. Belə olmamalıdır. Artur Rəsizadə yadımdadır ki, turşu... Bəli, tamamilə doğrudur. Yəni, belə baş nazir ciddi bir instituta çevrilməlidir. Məsuliyyəti, səlahiyyəti olan, hər gün parlamentdə, hər gün xalq qarşısında çıxan,
siz axırıncı dəfə və yaxud da birinci dəfə Əli müəllimin hansısa müsahibəsi yadınızdadırmı? Mən hansısa tədbirdə çıxışlarını demirəm. Ümumən, məsələn, Sevinç xanımın qarşısında oturur və onun suallarına cavab verir. Azərbaycanda təcrübə yoxdur demək. Bu olub vaxtilə axı. Nazirlər də danışıblar, olub hətta yəni prezidentin özü belə mətbuatı toplayır, ildə bir dəfə ümumiyyətlə geniş müsahibə verir. Amma kritik dönəmlərdə məsələn 44 günlük müharibə zamanı 26 müsahibə vermişdi 44 günə. Fantastik nəticədir. Bu çox nadir görünən bir şeydir. Yəni bir dəfə bir nazirimiz, bizim bir nə bilim dövlət agentliklərinin rəhbərləri olsun, baş nazir olsun, bir fundamental bir proqram müsahibəsi versin. Biz bunun nə düşündüyünü bilək də.